Sakit mən deyirsiniz, bu sahibkar yəni eləməlidir, yaxşı təqdim eləməlidir, biz çıxmalıyıq. Ancaq satışla məşğul olmamalıyıq da, yəni həm də istehsal eləməliyik. Adi satışla məşğul olanda belə vergi sağ olsun. Yəni sənin heç nəzərində tutmadıqları belə hamısını çıxardır ortaya. Vergilər həddindən artıq çox insanı mən düşünürəm ki, sıxışdırırlar. Sahibkarların ən yaralı yeridir. Bu nə bilim sərəncamlardır, bloklardır. Yəni bu qaçınılmazdır axı. Axı sahibkar zaten öz beynində konfliktdədir. Zaten bu tendensiyalarla, o yaralarla sağalmaq istəyir. Bir vəhdətə girmək istəyir ki, işi artırmaq istəyir ki, düşünürəm ki, burada vergi gəlir, girir dövrəyə ki, bir dəqiqə mən də buradayam, gəlin belə bir şey də var. Yəni dövrəyə girməsində problem yoxdur, amma sahibkara məncə baxış açısı yəni oğurluyur baxış açısı olmamalıdır. Sahibkara möhlət və imkan verilməlidir. Mən Özbəkistanda vergi işçilərinin sahibkarla diyaloğuna şahid oldum. Yəni ödəməniz bu qədərdir. Sahibkar deyir ki, mən bir ay sonra bu ödəməni tamamlayacağam. İndi mənə zaman lazımdır. Problem deyil. Orada sahibkarın, orada vergi işçilərin KPI-i ona bağlı olan sahibkarın uzun ömürlüyüdür. Az sərəncam vurulmasıdır. Ona dəstək göstərilməsidir. Ondan verginin uzun ömürlü alınmasını dəstəkləməkdir. Oradakı verginin hədəfi, KPI-i. Bizim burada indi şəffaflaşma dönəmi gedir. Şəffaflaşma dönəmində problemlər aşkardır, bəllidir, daha standarda oturmuyub, amma bu sərəncam mövzusu, DSMF-dən qaynaqlı, vergiden qaynaqlı, elə zənn eləyə bilərlər ki, küçük orada biznes harı vurdu, harmanı vurdu, pulu götürdü falan filan, amma o da deyil. O da deyil yani. Kağıt üzərində görülən rəqəm, satış rəqəm deyil, bu pulun yığımı var, yığım o deyil. O yüzden biraz daha sahibkarlıq içərisində bulunan adamların vergi ilə çox açıq müzakirələrin olmasında fayda var. Çox ağır prosesdəyik bu dəqiqə. Amma məncə maliyyələşmə, pul yığımı, şəffaflığın standarda oturması dəyişikliyi həyata keçirəndə daha da rahat olacaq.